Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bu videoda astrologiya həvəskarlarının maraqla izlədiyi bir mövzudan danışacağıq. Astrologiya inancları və şərhləri ilmi olaraq təsdiqlənməsə də, bir çox insanlar bürclərlə bağlı proqnozları maraqla izləyirlər. Bu dəfə bəzi astrologların şərhlərinə əsasən qarşıdakı dövrdə şanslı ola biləcəyi bildirilən 3 bürcdən bəhs edəcəyik. Birinci bürc şir bürcü. Astrologların fikrincə qarşıdakı günlərdə şir bürcü nümayəndələri üçün yeni imkanlar yarana bilər. Xüsusilə iş həyatı və şəxsi inkişaf sahəsində müsbət dəyişikliklərin baş verməsi ehtimal olunur. Uzun müddətdir üzərində çalışdıqları layihələrdə irəliləyiş əldə edə, yeni əməkdaşlıq təklifləri ala və gələcəklə bağlı vacib qərarlar verə bilərlər. Şir bürcü nümayəndələrinin özlərinə olan inamı daha da arta bilər. Bu isə onların yeni hədəflərə doğru daha qətiyyətli addımlamasına kömək edə bilər. Astrologlar hesab edirlər ki, bu dövrdə qarşılarına çıxan imkanları diqqətlə dəyərləndirmək vacibdir. İkinci bürc oxatan bürcü. Bəzi astroloji şərhlərə görə oxatan bürcü nümayəndələri üçün də uğurlu dövr başlaya bilər. Xüsusilə təhsil, səyahət və yeni biliklərin əldə olunması sayəsində maraqlı imkanlar ortaya çıxa bilər. Oxatan bürcündə doğulan şəxslər adətən yeniliklərə açıq olurlar. Qarşıdakı günlərdə onların yeni insanlarla tanış olması, fərqli layihələrdə iştirak etməsi və gələcək planlarını genişləndirməsi ehtimal edilir. Astrologlar bildirirlər ki, bu dövrdə verilən bəzi qərarlar gələcək uğurların əsasını qoya bilər. Maddi məsələlərdə də müəyyən müsbət dəyişikliklərin yaşanacağı ehtimal edilir. Lakin mütəxəssislər hər zaman olduğu kimi düşünülmüş addımlar atmağın vacibliyini vurğulayırlar. Üçüncü bürc buğa bürcü. Astrologların şərhlərinə əsasən buğa bürcü nümayəndələri üçün də əlverişli mərhələ başlaya bilər. Xüsusilə maliyyə və ailə məsələlərində sevindirici xəbərlərin alınması ehtimal olunur. Buğa bürcündə doğulan insanlar adətən səbirli və məqsəd yönlü olurlar. Qarşıdakı dövrdə onların uzun müddətdir gözlədikləri bəzi nəticələri əldə etməsi mümkün görünür. Yeni gəlir mənbələri, maraqlı təkliflər və şəxsi inkişaf imkanları diqqət mərkəzində ola bilər. Ailə münasibətlərində də müsbət dəyişikliklərin yaşanacağı ehtimal edilir. Astrologlar hesab edirlər ki, yaxın insanlarla münasibətlərin möhkəmlənməsi və qarşılıqlı anlaşmanın artması mümkündür. Bir daha xatırladaq ki, astrologiya ilə bağlı proqnozlar müxtəlif şərhlərə əsaslanır və onların dəqiq şəkildə reallaşacağına zəmanət verilmir. Hər bir insanın həyatı öz qərarları, səyləri və seçimləri ilə formalaşır. Buna görə də uğur qazanmaq üçün məqsədyönlü olmaq, planlı hərəkət etmək və qarşıya çıxan imkanlardan düzgün istifadə etmək vacibdir. Əgər sizdə şir, oxatan və ya buğa bürcündə doğulmusunuzsa, qarşıdakı günlərdə qarşınıza çıxacaq imkanları diqqətlə dəyərləndirin. Bəlkə də sizin üçün yeni və maraqlı bir mərhələ başlayır.